Salam dəyərli izləyicilər. Bu gün sizinlə Güvən Nəşriyyatının 18 yanvar 2026-cı ildə təşkil etdiyi Sınaq 9, 9-cu sinif buraxılış suallarına baxacağıq. Vaxt itirmədən başlayırıq 57-ci sualdan. Deməli, aşağıdakılardan hansının ən böyük ortaq böləni digərlərindən fərqlidir? A variantında 15 və 12-nin 3-dür, B variantında 3-dür, C-də 3-dür, Y-də 3-dür. Hesablasaz özünüz görə bilərsiniz. D variantında isə 9-dur əbub. Cavab D variantı. 58-də. Deməli, A, C birləşir 1, 2, 3, 4 alınır. B və C birləşəndə 3, 4, 5. Deməli, B-də əlavə 5-dir. A, B, C birləşəndə 1, 2, 3, 4, 5 alınacaq Y variantı. 59. Böyük qabdakı meyvə şirəsi 0,5 litrlik şüşə qablara doldurulur. 67 sayda şüşə qab tam, bir şüşə qab yarı dolur. Deməli, 0,5-i vururuq 67-yə, bərabərdir 33,5. Bir şüşə qab yarı dolur. Bir qabın özü 0,5 litrsə, onun yarısı edəcək, deməli, 0,25, yəni 0,25 litr dolur. 33,5 ilə də 0,25-in cəmi 33,75 verir C variantı. Sonra 2A bərabərdir 5B olarsa 6A böl A çıx B ifadəsinin qiymətini tapın. Buradan məlumdur ki, A bərabərdir 5K, B bərabərdir 2K. 6A, yəni 6 vurulsun 5K, A çıx 5, 5K çıx 2K, 3K. O da edir 10. D variantı. Sonra 61-ci sualda rasionalları soruşur. Burada rasional 0 dövrdə 2 və 0,17-dir. B variantı. 62-də deməli, bura alfa veririk, bura alfa, bura beta, burada olsun qamma. Bizdən bu hissəni soruşur. Məlumdur ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Bütün toplayırıq 2 alfa üstəgəlsin beta üstəgəl qamma bərabərdir 180 dərəcə. Beta çıxılsın, yəni burada bucaq A-ya biz beta vermişik də, beta çıxılsın bucaq C, yəni qamma bərabərdir 30 dərəcə. Biz buranı tərəf-tərəfə toplayanda 2 alfa üstəgəlsin 2 beta bərabərdir 210 edir. Hər tərəfini 2-yə böləndə alfa üstəgəlsin beta bərabərdir 110, 105 dərəcə edir, daha doğrusu 105 dərəcə. İndi şərtlər alfa ilə betanın cəmi 105-dir. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğundan buradan bucaq D-mizdə bərabərdir 180 çıxılsın 105, 75 dərəcə Y variantı. 63-də A mənfi 2 olarsa, mənfi 2-nin kvadratı çıxılsın 3 vurulsun mənfi 2 üstəgəlsin 5 bərabərdir. Mənfi 2-nin kvadratı 4 çıxılsın üstəgəl 6 üstəgəl 5 bərabərdir 15 olacaq Y variantı. 64. 64-də şərtlər tərəfləri ayrı-ayrılıqda sadələşdirək. Məxrəcləri kök altından azad eləyək. Burada 3 çıx kök altında 3. Yuxarıda da 3 çıxılsın kök altında 3. Bərabərdir. Aşağı edəcək 6. Yuxarıda edəcək 9 çıxılsın 3 kök altında 3. İkincidə 3 bölünsün 2 kök altında 3'dür. Hər tərəfin kök altında 3'ə vurun. Bərabərdir 6, 3 kök altında 3. İndi birinci ilə ikincini toplayanda yenə 6-da 9 çıxılsın 3 kök altında 3. Üstəgəlsin 3 kök altında 3. Bərabərdir 6-da 9. O da bərabərdir 2-də 3. C variantı. 65-də radiusu 6 cm olan çevrədə 120 dərəcəlik qövs. Deməli, qövsün uzunluğu soruşursa pi r vurulsun alfa bölünsün 180 dərəcə. Pi vurulsun 120 vurulsun radius 6-da aşağıda 180 dərəcə bərabərdir. 6 ilə 180 30, 30 ilə də 120 4, yəni 4 pi D variantı. 66-da
Deməli, mənfi 3-ün kvadratı 9 çıxılsın 25 çıxılsın 8 bərabərdir 16 mənfi 14 D variantı. 67. Deməli, şərhçilər pillə-pillə hesabla hesablayın bunu. 3. Buranı salırıq, 3'ü salırıq dərəcəsinə görə içəri edəcək 3 üstü 3. Bağlayırıq köklər. Sonra burada olduğu kimi qalır. Sonra bərabərdir. Bura 2-də axı 2-ni 3'ə vururuq 6. Burada 3 üstü 3. Burada 4'də dərəcədən 3. Sonra dərəcələrini ortaq əbovunu tapırıq. Daha doğrusu kökünü bura 2. 12 eləyir. Burada 3 üstü 3'ün kvadratı. Burada 3 üstü 3 eləyəcək. Bərabərdir. Deməli, buradan 3 üstü 6, 3 üstü 3, burada 12. 12'də 3 üstü 3, hər tərəfində 3'ə gedəndə buradan qalır 4, buradan qalır 3. A variantı. 68'də şərhçilər bir dəfə x-i 0-dan böyük götürürük. Onda edir 5x çıxılsın 2x bərabərdir 18, 3x bərabərdir 18, x də bərabərdir 6. Bir dəfə də x-i 0-dan kiçik götürürük. Onda mənfi 5x üstəgəlsin 2x bərabərdir 18, mənfi 3x bərabərdir 18, x də bərabərdir mənfi 6. C variantı. 69'da Viet teoremindən siz diskriminantını tapa bilərsiniz. X çıxılsın 5, x üstəgəlsin 2, sonra x üstəgəlsin 3, x üstəgəlsin 2 olacaq. Deməli, o da bərabərdir. Bunlar ixtisar edir. X çıxılsın 5, x üstəgəlsin 3 olur. A variantı. 70'də diametri ilə radiusun cəmi 60 cm olan D bərabərdir 2R. Yəni R ilə D 2R'in cəmi 60 cm-dir. 3R bərabərdir 60, R bərabərdir 20. L bərabərdir 2 pi R. Yəni 40 pi. Y variantı. 71'də B-ni soruşur şərhçilər. Birinci tərəfi onda A-ları ixtisar eləyək. Deməli, vuraq mənfi 2-yə. Edəcək mənfi A-da 4 çıxılsın B-də 6 bərabərdir mənfi 6. Aşağıda olduğu kimi qalır. A-da 4 üstəgəlsin B-də 5 bərabərdir mənfi 2. Bunları tərəf-tərəfə toplayanda ixtisar edir. Qalır B-də 5 çıxılsın B-də 6 bərabərdir mənfi 2 üstəgəlsin mənfi 6, yəni mənfi 8. B-də mənfi 1 bərabərdir deməli mənfi 8. Oradan da 8B bərabərdir 1. B də bərabərdir 1 bölünsün 8. Y variantı. 72. Dükandakı almaların kütləsi armudların kütləsinin 20% azdır. Bura armud yazıram. Armud x-dir. Almada armudun kütləsinin 20% azdır. Yəni x çıxsın 0,2x bərabərdir 0,8x. 56 kiloqram alma varsa 0,8x bərabərdir 56. X də bərabərdir 70. Bizdən armudu soruşur. Yəni 70 kiloqram armud olur. 73-cü suala baxırıq. Deməli 6-da edir 2x çıxılsın, x çıxılsın 3 bərabərdir 2.
Hər tərəfini 6-ya vuranda 2x çıxılsın, x üstə gəlsin 3 bərabərdir 12, x də bərabərdir 9. 74-cü suala baxırıq. Deməli, bərabər yanlı üçbucaqdır. Təpə bucağının, bura alfa verək, alfa da olsun beta. Təpə bucağının betanın oturacağına bitişik bucağına nisbəti, yəni alfaya nisbəti 2 bölünsün 5 kimdir? Bu üçbucağın kiçik daxili bucağı neçə dərəcədir? Deməli, buradan beta bərabərdir 2k, alfa bərabərdir 5k olur. 2 alfa var, yəni beta üstəgəl alfa olanda 2k üstəgəl 5k üstəgəl 5k bərabərdir 180 dərəcə. 12k bərabərdir 180 dərəcə, k da bərabərdir 15 olur buradan. Deməli, üçbucağın kiçik daxili bucağı da, yəni 2k-dırsa 2 vur 15 bərabərdir 30. Kiçik daxili bucaq 30 dərəcə edəcək. 75. Cəmi 23 və fərqi 9 olan ədədlərdən kiçik olanı tapın. Deməli, a üstə gəlsin b, beta yazdım çaşıb. A üstə gəlsin b bərabərdir 23. A çıxılsın b bərabərdir 9. Şərtlər toplayanda 2a bərabərdir 32. A da bərabərdir deməli 16. Və burada kiçik olanı tapın. B də bərabərdir. Deməli 16 çıxılsın 9, 7. Kiçik olanı dediyi üçün cavabımız edir 7. 76. Deməli, 3 misli ilə qonşu bucağın cəmi 210 olan, 210-a bərabər olan bucaq neçədir? Deməli, bura alfadır, burada betadır. Bilirik ki, alfa ilə betanın cəmi 180 dərəcədir. Burada deyək ki, üst misli ilə qonşu bucağının cəmi. Yəni, bu alfayı biz vururuq 3-ə, qonşu bucağının cəmi üstə gəlsin beta 210 dərəcədir. Yəni 3 alfa bərabərdir. Buranı sadələşdirək. 3 alfa bərabərdir. 3 alfa üstə gəlsin beta bərabərdir 210. Birinci tərəfi mənfi 1-ə vuraq. Eləcək mənfi alfa çıxılsın beta bərabərdir 180 dərəcə. Buradan toplayırıq bunları. 2 alfa bərabərdir 30 dərəcə. Alfa da bərabərdir 15 dərəcə. 3 misli ilə qonşu bucağın cəmi 210-a bərabər olan bucağımız deməli 15 dərəcədir. 15-i biz 3-ə vuranda edir 45 dərəcə. 45-də bu qonşu bucaq deməli 165-dir. 45-in də üstə 165 gəndə 210 eləyəcək. Cavabımız 15-dir. 76-cıya baxdıq, qaldı 77-ci sual. 78-ci sualda doğrusu. Deməli, 77. Velosiped 40 dəqiqə getdiyi yolu qaydarkən sürəti, bu deməli 40 dəqiqəyə gedib və sürəti də qaydarkən sürətini 5 km azaldaraq V ilə gedib də. Amma həmin yolu geri gələndə sürətini 5 km saat azalır. Yəni V-dən 5 çıxır. Bunu 40 dəqiqəyə gəlmişdirsə, buranı 50 dəqiqəyə gəlir. Yəni S bərabərdir V vurulsun T. Eyni yolda da uzunluq dəyişmədi. Onda biz 40-ı vururuq V-yə. Bərabərdir V çıx 5. Sürətini azaldıb vururuq 50-yə. 40 V bərabərdir 50 V çıx 250. Buradan da deməli 10 V bərabərdir 250, V də bərabərdir 25. 25 km/saat. Velosiped həmin yolu ilk dəfə gedərkən sürət nə qədər idi? 25 idi. 78-ci suala baxırıq. Deməli, radiusu 2,6 sm olan. Deməli, şərtlər 1-2 bunlar bir-birinə bərabərdir, elə deyil. Əvvəl x-i tapaq buradan. 2x üstə gəlsin 1 bərabərdir. 6x çıxılsın 7. Deməli, 4x bərabərdir 8, x də bərabərdir 2. Bura 2-dirsə tərəf neçədir? 5-dir. AP də 5-dir, BP də 5-dir.
Radius 2 kökdə 6-dır. Buradan bir radius çəkirik və bilirik ki, toxunanla 90 dərəcə əmələ gətirir. Bura eləyir 2 kökdə 6. Və bundan sonra şagirdlər Pifaqor teoreminə əsasən hipotenuzu tapırsınız. OP-nin kvadrat da bərabərdir. Deməli 24 üstəgəl 25. OP-də bu 49 edir, oradan da 7 çıxar. Deməli buradan bura məsafə 7-dir. İndi P nöqtəsindən çevrəyə qədər ən yaxın məsafə. Çevrəyə baxın, buranı soruşur bizdən, bu hissəni soruşur ki, ən yaxın məsafə. Buradan bura 2 kökdə 6-dır da, elə deyil. Deməli ümumi uzunluq oldu 7. Bu hissə 2 kökdə 6-dırsa, yəni bura radius daxı bizə lazımdır çevrəyə ən yaxın hissə, yəni bura. Buranı da tapmaq üçün deməli 7-dən çıxırıq 2 kökdə 6. Bu da çevrəyə olan ən yaxın məsafədir. Və burada santimetr yaza bilərsiniz. Sonra 79-cu suala baxırıq. Tədbirdə iştirak edən 182 nəfərin 7-də 3 hissəsi qadınlar, qalan hissəsi isə kişidir. Deməli 182-nin 7-də 3 hissəsi qadınsa, 7-də 4 hissəsi kişi olacaq. O da eləcək 104 nəfər kişi. Və tədbirə neçə nəfər kişi iştirakçı qatılarsa, yəni bu 182-nin üstünə elə bir ədəd gəlsin ki, bunun 3-də 2 hissəsi kişiləri versin. Kişilər nə qədərdir? 104 idi. Bu 104 də x nəfər artmalıdır da. Hər tərəfi 3-ə vururuq. Bura eləyir 300. Buranı da 2-yə vururuq. 364 də gəlsin. 2x bərabərdir. 310. Deməli 2 üstə gəlsin 3x. X də bərabərdir 42. Deməli 42 edəcək cavabımız. 42 nəfər əlavə kişilər gəlsə, 3-də 2 hissəsini kişilər təşkil eləmiş olur. 80-ci suala baxırıq. Deməli hər tərəfini 2-yə vuraq. A çıxılsın 2 üstə gəlsin 2A bərabərdir 10. Buradan 3A bərabərdir 12. A da bərabərdir 4 eləyəcək. A-nın yerinə 4 yazırıq. 4x üstə gəlsin 2y bərabərdir 1. X çıxılsın 4y bərabərdir -11. X-i soruşduğu üçün y-i çıxaraq. Buranı 2-yə vursaq, deməli 8x üstəgəl 4y bərabərdir 2. Və bu hissəni toplayırıq. Eləyir 9x bərabərdir -9. X də bərabərdir -1. Cavabımız oldu -1. 81-də 2x-in kvadratı çıx 6x üstəgəl m-tənin kökləri. Biz V teoreminə əsasən x1 üstəgəl x2 bərabərdir -b bölünsün a. X1 vurulsun x2 də bərabərdir. Deməli m bölünsün a olur. İndi burada x1 üstəgəl x2 bərabərdir. Elə a mənfidir, yəni b mənfidir, çıxır, orada mənfilər gedir. Qalır 6 bölü 2, 3. x1 vur x2 də m bölünsün 2 edəcək. Deməli, bizim tənliyimizdə belədir. 7 x1 üstəgəl x2 bərabərdir 15. Birinci tərəfi, baxın bu tərəfi, hər tərəfi -1-ə vururam. -x1 çıxılsın x2 bərabərdir -3. Bu hissəni alt alda toplayanda 6x1 bərabərdir 12. x1 də bərabərdir 2. x1-in 2 olduğunu tapdıq. İndi buradan x1 çıxılsın x2. x1 üstəgəl x2 3-dür də. Gətirib x1 yerinə qoyanda, yəni 2 üstə gəlsin x2 bərabərdir 3. x2 də bərabərdir 1. x2-nin də 1 olduğunu tapdıq.
Buradan da deməli x1 vurulur x2 m bölünsün a-dır. Bizdən m-i soruşur. Yəni 1 vurulsun 2 bərabərdir. M bölünsün. A-mız da 2-dir də. Bölünsün 2. 1 2-yə vuranda da 2. Deməli buradan da m-imiz bərabərdir 4 olacaq. Şərhçilər bura qədər izlədinizsə kanalıma abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın.